Hər kəsə salam, kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Məni hansı gün izləyirsinizsə, o gününüz mükəmməl keçsin. Burada Valbrestdən sifariş etdiklərimi göstərirəm sizə. Üz yumaq üçün sponç almışam və belə bir üz maskaları. Bu kağız maskalardan mən çox istifadə edirəm. Bir paçka almışam, bir paçkada 15 ədəd var. Kore məhsulu olsa da, amma yaxşı nəmləndirir. Və xanımlar, digər sifarişim güldür. Biz burada gəzərkən binaların aşağısında gözəl güllər görürdüm. O güllər o qədər xoşuma gəlirdi ki, dayanıb onlara tamaşa eləyirdim. Amma məni tanıyanlar bilir ki, başqa gülü heç vaxt dərmərəm. İcazəsini almadığım hər şeyi haram bilirəm. Hansı gülləri ki xoşlayıram, onların şəklini ChatGPT-yə göndərdim. Adlarını müəyyən edəndən sonra Valbrestdən sifariş verdik. Bu sizə göstərdiyim ilk günlər gəldiyimdə sifariş vermişdim. Artıq görün necə böyüyüblər. Amma bunu yeni sifariş etdim. Buna baxmayaraq cücəriblər də. Elə torfu da Valbrestdən sifariş vermişdik. Yarısını bayaq göstərdiyim güllər üçün istifadə etmişəm, yarısını da indi aldığım üçün. Bir dənə o qalıb ki, mən bunları Bakıya necə gətirəcəm. Düşünürəm ki, salfetkanı isladaram, bunları bükərəm, pinqvinə yerləşdirib gətirərəm. İnşallah ki, güllər zərər görməz. Və xanımlar, burada müxtəlif toxumlarda almışam. Onlar paçkadadır. Bu paçkaları burada əkməyəcəm, çünki gətirməkdə problemdir. Elə Bakıda gələrəm, bir dəfəlik orada əkərəm. Demək xanımlar, bu vlog əslində qızımın ad günüdür. Amma burada öz aramızda çox sadə Leylanı təbrik elədik. Leylaya həm dux aldıq, həm də ki pul verdik. Biz hər il Leylaya ad günündə həm pul veririk, həm də hədiyyə alırıq. Səbəbi də odur ki, xanımlar, sentyabrda artıq Leyla başlayacaq özünə məktəb ləvazimatları almağa. Bunu da ki, Leyla yığdığı öz pulu ilə alır. Mən Leylanı belə başa salmışam ki, kimsə onun ad günündə Leylaya pul verəndə biz heç bir zaman o pulu onun əlindən almamışıq. Leylaya bir insan 100 manat da pul verə bilir, 50 manat da. Və o pullar onda yığılır. Elə olur 350 manat olur, elə olur 400 manat olur və elə olur ki 200 manat olur. Amma buna baxmayaraq biz yenə də onun puluna əl dəymirik. Pulunun qədrini bilməyi, o puldan səmərəli istifadə eləməyi Leylaya çox gözəl başa salmışam. Belə ki, hər ad günündə Leyla topladığı pulla bir özünə həm pal-paltar, yəni ki məktəb üçün forma, ayaqqabı, kalqotka, çanta, dəftər, karandaşlar, dəftər üzdükləri, ümumiyyətlə məktəbə aid nə varsa hamısını öz pulu ilə alır. Düzdür, aldıqlarına pulu çatmayanda təbii ki biz onu qarşılayırıq, amma mən onu elə başa salıram ki, elə xərcləsin ki, aldıqları əlindəki pula tam çatsın. Bu kadr gecə çəkilib 12 tamamda. Biz Leyladan soruşduq ki, ad günündə nə istəyirsən edək. O da bizə dedi ki, əgər hava yaxşı olsa dənizə gedək. Dənizə gedək deyəndə ki, xanımlar, Moskvada düzdür dəniz yoxdur, amma dənizə bənzər göl var. Həmən gün nə istədisə biz onu etdik. Əgər fərqli başqa nəsə istəsəydi, mütləq onu da edərdik. Uşağın ad günüdürsə çalışırıq ki, hər nə varsa uşağın istəyinə uyğun olsun. Bu ətirindəki çox qəşəng, şirin, saqqız kimi qoxusu var. Və xanımlar, bu artıq növbəti gündür. Biz hazırlaşırıq dənizə getməyə. Evdə nə var idisə onları qoydum. Əlavə marketdən gedib heç nə almadım. Biraz xiyar, biraz pomidor, sosiska, kalbasa, qarpız, çipsi, soklar və s. Bu da elə bir bizim bəxtimizdən oldu. Nə yaxşı ki, avqustun 1-i hava mükəmməl idi. Gəldiyimiz gündən düz avqustun 1-inə kimi Moskvada dayanmadan yağışlar yağırdı. Artıq isyan etməyə başlayırdım ki, burada nə vaxt hava düzələcək. Nəhayət ki, yavaş-yavaş istilər düşür. Düzünü desək, avqustun 1-i üçün biz planlaşdırırdıq ki, gedək yaxşı bir restoranda kabab yeyək. Amma proqnoza baxdım ki, avqustun 1-nə hava yaxşıdır. Bunu Leylaya da dedim. Leylanın fikri dəyişdi, oldu dəniz. Əslində bu da yaxşı fikirdir. Moskvanı bilmək olmur, anidən yağışlar yağır. Düşündük ki, hava nə qədər yaxşıdır, bu havanı qaçırtmayaq, mütləq dənizə gedək.
Evdə bir dənə meyvə tüksüz şaftalı idi. Elə bu meyvəni də doğradım, yerləşdirdim balaca konteynerə. Bir də bunu qeyd etmək istəyirəm. Yeni qoşulanlar olur. Düşünə bilər ki, bir dənə nimçəsi var, elə nə gəldi bu nimçənin içində doğradı. Yeni takib edənlər üçün demək istəyirəm ki, biz burada Moskvadayıq və kirayədə qalırıq. Biz bura gələn zaman sıfır əşyasız, amma mebellər istisna olmaqla əlimizdə işlətdiyimiz nə əşya varsa hamısını özümüz almışıq. Əlavə də almırıq, çünki bu ayın sonunda planlaşdırırıq ki, Bakıya qayıdaq. Əlimizdə nə varsa, bir təhər də olsa onlarla yola verək. Mən belə düşünürəm ki, əlavə xərcə ehtiyac yoxdur. Çünki bu aldığımız qabları belə biz Bakıya getirməyəcəyik. Hamısı qalacaq ya bu evdə, ya da ki, kiməsə verib Bakıya gedəcəyik. Düzdür, məndən sonra hələ yoldaşım burada qalacaq, işləməyə davam edəcək. Nə qədər ki, bu evdə qalacaq, bu əşyaları işlədəcək. Otelə də qayıdan zaman yəqin ki, bunları kiməsə verəcək. Xanımlar, bu vloqda biz həm dənizə gedirik, həm də evə qayıdandan sonra. Biz evə qayıdanda artıq axşamüstüyə yaxın idi. Dənizə apardıqlarımızı biz yedik, elə orada da doyduq. Evə gələndə artıq heç nə yemək istəmirdik. Amma Leyla çimirdi deyənə yaxşı yeyə bilmədi. Ona görə də gələndə dedi ki, mən acam və kabab istəyirəm. Və evə gələndən sonra uşaqları çimizdirdik, paltarlarımızı dəyişdik. Sonra da Leylanı apardıq ki, istədiyi yeməyi yeyə bilsin. Və xanımlar, qarpızın balacalığını görürsünüz. Sözün düzünü desəm, biz belə balaca qarpızı yalnız Moskvada alıb yemişik. Bakıda olan zaman bilirsiniz də, hər evə iri-iri qarpızlar alınır. Amma burada hətta qarpızı yarımçıqda satırlar. İstədiyimiz ölçüdə qarpızı ala bilirik. Balaca alma səbəbimiz də odur ki, 3 dəfə buradan yemiş aldıq. Üstü çox gözəl görsənirdi, sapsarı. Amma evə gələndə kəsdik, gördük ki, yemiş xarabdır. Ona görə də həmişə yoldaşıma deyirəm ki, gəl ən balaca qarpızı götürək. Birdən o da xarab olmuş olar, heyf olmasın. Ona görə də elə gündəlik balaca qarpız alırıq. Bunları da belə doğradım, konteynerə yığdım. Elə demək olar ki, dəniz qırağında ən yaxşı gedən qarpız olur. Ümumiyyətlə yayda mənim ən sevdiyim yemək trikarova pendir ya da Millanın yağlı pendirlərindən və qarpız təndir çörəyi ilə. Bilirəm mənim kimi çox insan var, yayda bu tərz yeməkləri xoşlayırlar. Soklardan da ki, xanımlar, qazirovunlu sokdur, onu mən içmirəm, yoldaşımla qızım içir və bir də naturalni sok. Bakıda olsaydıq, evdə termosum var idi, dənizə gedəndə mütləq çay aparırdım. Çay mənim vazkeçilməzimdir. Təsəvvür edin ki, mən yemək yeyəndə yanımda çay olmasa o yeməyi qətiyyən yeyə bilmirəm. Əgər qonaq getmişəmsə, utanıram yeməklə çay istəməyə, o yemək mənə zəhər kimi olur. Ən dadlı yemək belə çaysız mənə dadsız kimi gəlir. Bir yemək yeməliyəm, bir də çay içməliyəm. Harasa qonaq gedəndə məni belə görənlər çox təəccüblənir. Deyirlər ki, süfrədə müxtəlif soklar var, komportlar var. Bunlar ola-ola necə yəni çay içməkmi olar? Necə ki, yemək yeyən zaman soklar kimə ki xoş gəlirsə, mənim üçün də çay elədir. Yeyən zaman çay içəndə o mənə daha xoş gəlir. Və xanımlar, artıq yekunlaşırıq. Elə nə var idi yığıram bu çantaya. Bundan öncəki vloqda sizə demişdim, getdiyimiz dəniz kimi yer elə bizim binanın yaxınlığındadır. Sadəcə nə mən çimdim, nə də ki yoldaşım. Əslində biz Bakıda da olanda dənizə gedən zaman uşaqlarla yoldaşım çimir, amma mən çimmirəm. Düzdür, evdən çıxanda hər zaman hazırlıqlı çıxıram ki, birdən çimərəm. Çatanda dənizə baxıram, öncə gedirəm, yaxınlaşıram dənizə. Suyun soyuq olması, isti olması bir o qədər də önəmli deyil. Ən önəmlisi suyun təmiz olmasıdır. İnanın ki, mənə xanımlar, bunu o qədər ürəkdən deyirəm ki, çox istəyirəm ki, mən də hər kəs kimi olum. Heç nədən irgənməyim, hər yerə ayaq basa bilim. Amma təəssüflər olsun ki, o qədər mızı insanam ki, hərdən öz xasiyyətimə özüm belə əsəbləşirəm. Hər kəs çimir, əylənir, heç nəyə fikir vermir. Amma Kübra dənizə gedir, dənizdə başmaqla gəzir. Ay ayağımın altına nəsə batar, ayağımın üzərinə birdən qurd çıxar, birdən suda olan otlar ayağıma dolaşar. Xanımlar, inanın mənə ki, dənizə gedəndə ən hündür başmağım nə varsa onu geyinib gedirəm. Su çox təmizdirsə, mən o zaman çimirəm. Əgər dənizin suyu istədiyim kimi təmiz olmasa, gedirəm tək əyləşirəm və bizi ilə gedənlər dənizdə qəşəng çimir, əylənir. Mənə də yalnız onların əylənməyinə baxmaq qalır. Təbii ki, bu məndən asılı olan bir şey olmur. Mən də istəyərəm ki, şərtlər nə olursa olsun, gedim çimim, əylənim, o anın dadını çıxarda bilim. Və xanımlar,
artıq gedirik. Burada da sizə göstərirəm. Yadınızdadırsa bundan öncəki vloqda demişdim ki, bizim evin yanında bir dənə dağ var. Dağın üzəri də meşədir. Və prop üçün o dağa çıxdıq. Möhtəşəm idi. Həm mənzərəsi, həm havası, həm oranın aurası. Mütləq bu dağa, bu meşəyə gedib getməmişdən öncə siz üçün çəkiliş də edəcəm. Demək xanımlar, bura gələndə gördüm ki, balaca uşaqlar bu dağa dırmaşır. Biri var ana yoldan, biri də var düz sizə göstərdiyimiz yerdən. Yolda olan zaman mən yoldaşıma dedim ki, görəsən bu uşaqlar bura necə çıxır? Buradan aşağı bunlar necə düşəcəklər? Və o uşaqların demək olar ki, fikri məni götürdü. Getdik, əyləşdik, uşaqlar girdi çimməyə və mənim gözüm hələ o dağa çıxan uşaqlarda qaldı. Çünki bilirdim ki, onlar ora çıxsa düşə bilməyəcəklər. Bir təhər də olsa çıxdılar çıxmağına. Amma üstündən 1-2 saat keçdi, onlar orada əyləşib düşə bilmirlər. O uşaqların yerinə o qədər narahatçılıq hissi keçirdirdim ki, elə bilirdim ki, o dağa çıxıb orada qalan öz uşağımdır. Üzərindən 2 saat yarım saat keçmişdi. Sonra baxdıq ki, mamaları o uşaqları axtarır. Və nə qədər eləsələr də o uşaqları oradan heç cür düşürdə bilmirdilər. İnsan toplaşdı ora, cəhd elədilər ki, onları düşürtsünlər. Axırı belə bir yola əl atdılar ki, bir çox insan dayandı dağın ətrafında. Uşaqlar da uzanıqlı formada yumurlana insanlara dəyə-dəyə düşdü aşağı. Həqiqətən də xanımlar, oğlan uşaqlarını saxlamaq çox çətindir. Baxın xanımlar, mən bunu nəzərdə tuturdum. Dənizin ətrafını ot basıb, suyu nə gündədir. Bu cür suya 2 dünya dağılsa da mən ayağımı basa bilmərəm. Düzdür, öz uşaqlarım daxil hər kəs bu suda çimirdi. Leyla deyir ki, hətta suyun altında iti daşlar da var idi. Leylanın ayağını zədələmişdilər belə. Görürsünüz xanımlar, əslində bura dəniz deyil. Yəqin ki, bu göldür. Sözün açığı nədir bilmirəm. Ümumiyyətlə bu su burada necə yaranıb görəsən? Çünki qumu bildiyimiz dəniz qumudur. Görəsən buranı süni yaradıblar. Əgər elə deyilsə də bura necə yaranıb onu bilmirəm. Suyundan da ki, xanımlar, bildiyimiz dənizin qoxusu gəlirdi. Həmən gün hava 30 dərəcə isti olsa da su soyuq idi. Bunu da ki, xanımlar, heç mən ayağımı da basmamışam ki, bilim su necədir. Yola dedi ki, su o qədər soyuqdur ki, elə bir xalacenikin suyudur. Burada spasatil də var idi. Hətta burada katerlər də var idi. Xüsusi maşın da var idi ki, qumun üzərini gəlib təmizləyirdilər. Ən əsası burada bilirsiniz necə idi. Yadınıza gəlir, əvvəllər dənizə gedirdik. Hər kəs evindən əccal götürürdü, yerə sərirdi və yeməkləri elə əccalın üzərinə düzürdük. Ədyalın üzərində uzanırdıq. Hər kəs bu cür formada günəşi qəbul edirdi. Amma indi Bakıda dənizi ümumiyyətlə zəbt ediblər. Yalnız bisetka tutub əyləşə bilirik. Lijankalar da alıb günəş qəbul edə bilirik. Amma burada elə köhnə üsul kimi evdən plastina gətirdim, sərdim yerə ki, hər kəs belə edir. Burada nə bisetka var, nə lijanka var. Əslində var olmağına, amma o qabaq hissədə idi. Baxın xanımlar, bu uşaqları deyirdim bayaq sizə. Lap yuxarı çıxan uşaqlar var, görürsüz orada. Elə orada ilişib qalmışdılar. Mamasını da görürsüz də, əlləri belində, uzaqdan bilinir ki, mamasıdır. Dediyim üsulla bir təhər o uşaqları endirdilər. Və xanımlar, buranın quşları insanlardan qətiyyən qorxmurlar. Biraz burada əyləşdim, tək əyləşmişdim. Atası uşaqların yanındaydı. Yediyimiz yeməklərdən quşlara da verirdim. Görürsünüz nə qəşəng insanların yanına gəlirlər, yemək yeyirlər. Bir nüansları var ki, amma o pisdir. Deməli, açıq restorana getmişdik. Bu quşlardan gəlirdi, əyləşirdi bizim masamızda. Və elə olurdu ki, çırpınırdılar, uça-uça gəlirdilər. Onu da biz götürə bilmirdik ki, yeməyimizə tüklər, tozlar. Ümumiyyətlə, havada uçuşan nə varsa yeməyə hopurdu. Yenə bunu qəbul edə bilmirdim. Quşlar üçün nə qədər yeməyi biraz uzağa atsaq da, yenə də gəlib əyləşirdilər yediyimiz masanın üzərinə.
Və xanımlar, artıq saat 7 zad olardı. Biz qayıdırıq evə. Gördüyünüz bu binalar da bizim yaşadığımız binalardan biridir. Evə bu qədər yaxın məsafədədir. Buradan 2 yol var. Həm binalara tərəf, həm də ki dağa çıxmaq üçün. Əslində kamerada bir o qədər də bilinməsə, yaxından canlı-canlı o qədər maraqlı yerdir ki, həm yaşıllıq, həm qəşəng hava, həm dağ, ümumi görünüşü canlı-canlı çox gözəl görsənir. Bir dənə ondan qorxurdum ki, bu otların arasından ilan çıxa bilər. Düzdür, yox idi, ehtimalı belə adamı qorxudur. Göstərdiyim yolu da ki, öyrəşməyən adam üçün qalxmaq çox çətin idi. İlk dəfə idi ki, o yolu qalxırdım. Tamerlan da yanımdaydı deyənə çox təhlükəli idi. İnsanın ayağının altından daşlar sürüşdüyünə görə yıxılma təhlükəsi 90% olur. Bir təhər də olsa çıxa bildik və artıq çatırıq evə. Və dediyim kimi xanımlar, evə çatmışıq, artıq hazırlaşmışıq və yenidən düşürük aşağı. Bu arada bu vlogu eyni gündə çəkmişəm. Səhər dənizə, axşamdakı restorana. Getdiyimiz yer bizim bundan öncə qaldığımız köhnə məhəllə tərəfdədir. Əslində biz ora kebabına görə gedirdik, çünki o restoranı bir Azərbaycanlı işlədirdi. Kebabları da bişirən bir Azərbaycanlı idi. O qədər dadlı kebab bişirirdi ki, biz bura Bakıya qaydana kimi bəlkə bir 6-7 dəfə gəlib kebab yemişik. Sırf buranın kebabını xoşladığımız üçün. Amma bu dəfə gedəndə gördük ki, işçilər dəyişib. Kebab bişirən də özbəyi idi. Sözün açığı xanımlar, özbəklər kebabı yaxşı bişirmirlər. Kebaba o qədər ədviyyat vururlar ki, kebab dadı vermir, aşırı ədviyyatın dadını verir. Ona görə də elə sifariş verdik tək Leyla üçün, özümüz üçün də çay sifariş elədik. Restoranın özü də çox isti olduğuna görə elə dedik ki, bayırda əyləşək. Mənə elə gəlir ki, xanımlar, restoranı hər kəs işlədə bilmir. Yaxşı restoran işlədirsənsə və klient evində çox olmağını istəyirsənsə, birinci növbədə aşpaz yaxşı olmalıdır, ikinci növbədə təmizlik. Biri özüm təmizliyə fikir verən adam kimi, getdiyim hər restoranda da öncə təmizliyə fikir verirəm. Qarşımıza gələn çaynik o qədər çirki idi ki, nefsim belə çəkmirdi ki, çay içim. Çaynikin əl tutan yeri həm yapış-yapış idi, həm də ki, üzəri ləkə-ləkə. Nəysə ki, xanımlar, buradan da çıxdıq. Axır gedirik evə. Vlogu da burada sonlandırıram. Baxdığınıza görə təşəkkür edirəm. Növbəti vlogda görüşərik. Sağ olun, salamat qalın.